Azərbaycan eramızdan əvvəl 7-ci, 4-cü yüzilliklərdə Kimmer tayfaları Azərbaycanın qədim tarixində Kimmer, İskit və Sak tayfaları çox mühüm rol oynamışdır. Kimmerlər əvvəllər Qara dənizin şimal sahilləri boyunca və Şimali Qafqazda yaşayırdılar. Eramızdan əvvəl 8-ci yüzillikdə onların hərbi cəhətdən güclü siyasi birliyi vardı. Herodot yazır ki, İskitlərin təzyiqi ilə Kimmerlər Cənubi Qafqaza yürüş etdilər. İki hissəyə bölünən Kimmerlərin bir hissəsi Kiçik Asiyaya, digər hissəsi isə Mannaya doğru yönəldi. Mannada məskunlaşan Kimmerlər bu dövlətin Aşura qarşı müharibələrində iştirak etdi. İskitlərin Azərbaycana yürüşü Kimmerlərin ardınca İskitlər Qafqazın cənubuna hərəkət etdilər. Onlar eramızdan əvvəl 7-ci yüzilliyin birinci yarısında Dərbənd keçidindən keçib Muğana və Urmiya ətrafı bölgələrə köçdü. Aşur tarixi mənbələrində İskitlərin Mannanın ərazilərində məskunlaşdığı qeyd edilmişdir. Manna dövləti Aşur dövlətinə qarşı İskitlərlə ittifaq bağlanmışdı. Lakin tezliklə Aşur dövləti İskitlərin Mannalılarla ittifaqını pozmuş və İskitlərin bir hissəsini öz tərəfinə çəkmişdi. İskit şahlığı eramızdan əvvəl 7-ci yüzilliyin birinci yarısında Azərbaycan ərazisində İskit şahlığı, İşquz yarandı. Bu dövrdə İskit şahlığı Kür çayından başlayaraq Arazdan cənuba, Mannanın şimalına qədər geniş ərazini əhatə edirdi. İskit dövləti daha da güclənərək Kimmerləri və Midiyalıları özünə tabe etdi. Tarixi mənbələrdə sonrakı yüzilliklərdə də İskitlərin Sak, Sakasen və s. adlarla Azərbaycanda yaşadığı qeyd edilmişdir. Ona görə də Azərbaycanda Sakasiyana, Balasakan, Şəki, Zaqatala və digər toponimlər, yəni yer adları yaranmışdır. Sakların əsas hissəsini Massagetlər təşkil edirdi. Onlar Dərbənd keçidindən Azərbaycan ərazisinə daxil olub, burada məskunlaşmışdılar. Bu tayfalar digər yerli tayfalarla qaynayıb qarışmış, Azərbaycan türk xalqının təşəkkülündə mühüm rol oynamışdı. İskit və Kimmer tayfaları Azərbaycan və Ön Asiya xalqlarının hərb sənəti sahəsinə ciddi təsir göstərmişdir. Həmin dövrdə İskit tipli silahlar geniş yayılmışdı. Onlar ilk dəfə olaraq at qoşulmuş döyüş arabalarının əvəzinə daha yüksək sürətə və manevr imkanına malik, hər cür şəraitdə döyüş aparmağa imkan verən atlı qoşun yaratmışdılar. Midiya dövləti və Azərbaycan Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Midiyalılar Aşur ağalığına qarşı üsyan qaldıraraq Manna, İskit və Kimmerlərin köməyi ilə azadlıq əldə etdilər. Eramızdan əvvəl 672-ci ildə Midiya müstəqil oldu. Onun paytaxtı Ekbatan idi. Lakin tezliklə Aşur İskitləri öz tərəfinə çəkməyə nail oldu. Nəticədə Aşur və İskitlərin birləşmiş qüvvələri Midiyanı məğlub etdi. Eramızdan əvvəl 653-cü ildə Midiya ölkəsi İskitlərin tabeliyinə düşdü. Midiyadakı İskit ağalığına Kiaksar son qoydu. O hərbi islahat keçirdi. İslahat ictimai həyatın hər hansı bir sahəsində dəyişiklikdir. Bunu bilmək maraqlıdır. Midiyanın ilk hökmdarı qanun və vəzifələri nizamladıqdan sonra ədaləti bərqərar etməyə çalışdı. Hökmdara edilən şikayətlər həll edilmək üçün məsul şəxslərə tapşırılırdı. Hökmdar qanunların xalqa ədalətli şəkildə tətbiq edilməsini təmin etməyə çalışmış, güclü ordu qurmuşdu. Bununla da Midiya dövləti dövrün böyük dövlətləri səviyyəsinə yüksəlmişdi. Kiaksarın hərbi islahatları, piyadaların atlılardan ayrılması, nizəçilər və oxatanların ayrı dəstələrə bölünməsi, çoxsaylı və möhkəm nizamlı ordu yaratması. Güclənən Midiya Aşura qarşı Babil dövləti ilə ittifaq bağladı. Birgə hücum nəticəsində Aşur eramızdan əvvəl 7-ci yüzilliyin sonunda süqut etdi və ərazisi bölüşdürüldü. Eramızdan əvvəl 6-cı yüzilliyin əvvəllərində Manna, İskit şahlığı və Urartu Midiya tərəfindən işğal edildi. Azərbaycan Əhəməni dövlətinin tərkibində. Kiaksardan sonra Midiya dövləti zəiflədi.
Əhəməni sülaləsindən olan ikinci Kir Midiyaya qarşı üsyan qaldırdı. Midiya əyanları və sərkərdələrinin bir qismi ikinci Kirin tərəfinə keçdi. Eramızdan əvvəl 550-ci ildə həlledici döyüş baş verdi. İkinci Kir Midiya hökmdarını əsir aldı və Ekbatanı ələ keçirdi. Nəticədə Midiya və ona tabe olan Azərbaycanın cənub ərazisi yeni yaradılan Əhəməni dövlətinin tərkibinə daxil edildi. Əhəməni dövləti işğal etdiyi ölkələrdə xalqın üzərinə ağır vergi və mükəlləfiyyətlər qoydu. Mükəlləfiyyət müəyyən işləri yerinə yetirmək məcburiyyətidir. Müharibə zamanı Əhəməni ordusunu canlı qüvvə ilə təmin etmək ən ağır mükəlləfiyyət idi. Əhəməni dövlətinin tərkibindəki ölkələr arasında ticarət əlaqələri inkişaf etdi. Bu həm də mədəni əlaqələrin genişlənməsinə şərait yaratdı. İkinci Kir eramızdan əvvəl 530-cu ildə Azərbaycanın Araz çayından şimal hissəsinə doğru hücum etdi. Lakin Massaget hökmdarı Tomrisin ordusu qalib gəldi. İkinci Kir isə döyüşdə öldürüldü. Əhəməni hökmdarı 1-ci Dara bütün imperiyaya, o cümlədən Azərbaycanın hüdudlarına yayılmış üsyanları çətinliklə yatıra bildi. Bundan sonra o geniş işğallara başladı. İlk yürüşlərdən biri Azərbaycanın şimal ərazilərinə oldu. Araz çayından şimaldakı torpaqlar işğal edildi. Azərbaycan əhalisinin Əhəməni əsarətinə qarşı mübarizəsi. Azərbaycan əhalisi Əhəmənilərə vergi ödəyir, həm də hərbi yürüşlərdə iştirak edirdi. Bu tayfalar Yunan Əhəməni müharibələri zamanı Əhəməni qoşununda iştirak etməyə məcbur edilmişdi. Azərbaycan əhalisi Əhəməni dövlətinin ağalığına qarşı davamlı mübarizə aparmış, qismən müstəqilliklərini bərpa etmişdi. Əhəməni imperiyasında mövcud olan yüksək mədəniyyətin və incəsənətin inkişafına Azərbaycan əhalisinin də böyük töhfələri olmuşdur. Makedoniyalı İskəndərin şərqə yürüşü və Azərbaycan. Eramızdan əvvəl 4-cü yüzilin ikinci yarısında Əhəməni imperiyasının sosial-iqtisadi vəziyyəti pisləşmişdi. Tabe edilən xalqlar üzərində hakimiyyət zəifləmişdi. İmperiyanın müxtəlif ərazilərində üsyanların ardı-arası kəsilmirdi. Belə bir şəraitdə Makedoniyalı İskəndər Əhəməni dövlətinə yürüş etdi. Həlledici döyüş eramızdan əvvəl 331-ci ildə Qavqamela çölündə, indiki İraq ərazisində baş verdi. 3-cü Daranın ordusu məğlub edildi. Qavqamela döyüşündə Azərbaycan tayfaları Atropatın başçılığı ilə Əhəmənilərin tərəfində igidliklə döyüşmüşdü.